Salam mənim kanalımın seyirciləri. Qədim insan 20 min il, 30 min il, 35 min il öncə nə edirdi? Müəyyən qədər heyvanın dalıca qaçdı, ov elədi, stres yaşadı və yaxud da onun özünün dalıca şirpələk qaçdı. Gün ərzində müəyyən qədər stres yaşadı, qayıtdı mağarasına, yaşayış yerinə. İndi qəbilə olub o vaxtı, qəbilə də olmayıb, tayfa kimi belə ailə üzvləri. Stres yaddan çıxdı. Getdi, ovun elədi və yaxud da şirpələn gözü bunun dalıca qaçdı. O vaxt insan nə qədər yaşayırdı? 30 il, 20 il, lap çox halda 40 il. İndi necədir? İndi işdə oturub fikirləşirsən ki, uşağın müəllim yanı repetitor pulu, öbürsü, başqa problemlərin, işin stresi. Sonra gəlsən evdə kommunalı fikirləşirsən, işıq pulu, qaz pulu və başqa problemlər. Əgər xəstəliyin varsa, xəstəliyi fikirləşirsən. Yəni sən daim stres altındasan. Və burada hələ bil ki, belə ironik da olsa balans var da. Yəni 20-30 yaşına kimi yaşayırdı qabaq, maksimum 40 yaşına kimi öldü getdi. Elə də stres yaşamırdı. Ancaq sən daim stres içindəsən. Görəsən kommunalı ödəyə biləcəm, uşağın müəllim yanın, obisi, bubisi, başında o qədər şey var ki, sən hətta yatanda da, yuxuda da stres içindəsən, yuxuda da stresdən şey eləyəmirsən. Və əlbəttə ki, bu sağlamlığa təsir eləyir. Yer planetində Allah dediyin, yaradanın yaratdığı elə bir canlı yoxdur ki, daim stres içində yaşaya bilsin, ən azından sağlam yaşaya bilsin. Bu qədər.